Bugün sizlərə sizi ən çox narahat eləyən, yəni donuz yağı ilə, canavar yağından, öküzün sidiyi ilə, yəni idrarı ilə edilmiş, qara magiya ilə işlənmiş bir cadudan danışmaq istəyirəm. Əzizlərim, bilirəm ki, sizləri çox narahat eləyir. Əgər evinizdə nəyəsə sürtülmüş halda görəndə və yaxud da qapınızda sürtülmüş halda görəndə bu sizi çox narahat eləyir. Əslində qalanda həqiqətən də bu ən pis bir magiyadır, ən pis bir cadudur. Əslində qalanda dəyərli izləyicilərim, yəni hər bir cadu, əməl pisdir. Yəni bunun yaxşısı yoxdur. Amma bunu gördüyünüz halda, yəni mütləq müraciət eləyin. Mənə müraciət eləyə bilərsiniz. Yəni yazın, yorumlarda yazın ki, bilim ki, nə ilə bağlıdır və necədir. Bunu hətta yorumlarda onu harda gördüyünüz, necə halda gördüyünüz və yaxud da bəzən vaxtı onu əllərinə vururlar, o yağı. Əllərinə vururlar və arxa tərəfdən 5 barmaq kimi yəni vururlar, yaxırlar və yaxud da xalçanın və yaxud da evdə hansısa bir yerə vuranda çox vaxtı onu ən güclü yəni işarətlərlə olsun deyinə, güclü işləsin deyinə onu əllərinin baş barmaqlarıyla vururlar. Yəni ki, tez bir işlənir. Öküz yəni sidiyindən hazırlanmış cadu isə bunu ən çox yeni evlənmiş yəni evlənmiş cütlüklərə eləyirlər, gətirirlər, həmən məhlədə bastırırlar və yaxud da torpağa qatırlar, tökürlər və yaxud da gətirib paltarına sürtürlər, evə sürtürlər, yəni çox ehtiyatlı olun. Əgər bu hallar sizlərdə varsa, mütləq yorumlarda yazın. Yorumlarda yazın, mən sizlərə kömək eləmiş olacağım və köməkli eləyəcəm, həqiqətən də. Çünki bunu bu edilmiş cadu çox təhlükəlidir. Yəni tez bir vaxtda insanların ailəsini dağıdır, yəni ananı baladan eləyir, balanı anadan eləyir, yəni ailəni darmadağın dağıdır, işləriniz tamamilə darmadağın dağılır, həqiqətən tez bir vaxtda eləyir özdə. Yəni ona görə də mütləq, əzizlərim, mütləq yorumlarda yazın, müraciət eləyin mənə, sizlərə kömək eləyəcəm, inşallah.